Mən Əliyev Yusif Elşadoğlu ağır bir xəstəlik keçirdim. Üz parezi, sağ tərəfin üz parezi. Qaşım qalxmırdı, gözüm yumulmurdu, ağzım əyilmişdi. Bilmirəm, əsəbdən olmuşdu, soyuqdan olmuşdu, bilmirəm. Getdim başqa bir klinikaya, ora müraciət elədim. 10 gün orada müalicə aldım. Amma heç bir təsirini görmədim, heç bir fərq görmədim. Sonra sosial şəbəkələrdə Aygün xanımı gördüm və müraciət elədim. Müraciət elədim, gəldim, Aygün xanım mənə çoxlu müalicələr etdi, iynələr vurdu. Aygün xanıma çox təşəkkür edirəm. Aygün xanımın sayəsində qaşım da qalxdı, gözüm də yumulur, ağzım da açılır. Yəni çox təşəkkür edirəm. Allah Aygün xanıma can sağlığı versin, uzun ömürlər versin. Yusif müəllim klinikamıza müraciət edəndə çox həyəcanlı, depressiv vəziyyətdə idi. Çünki çox həssas insan idi. Üzdə belə bir dəyişiklik onu hədsiz dərəcədə depressiya salmışdı və təcili sağalmağını istəyirdi. Həqiqətən də üzdə sağ tərəfli üstünün neuropatiyası, yəni iflici kobud formadaydı. Belə ki, xəstənin qaşı sağ tərəfdən qalxmırdı, sağ göz ağı görsənirdi yumulanda, alın qırışları alınmırdı və üz sol tərəfə dartılmışdı. Üzdə kobud dərəcədə asimetriya var idi. Bununla da yanaşı xəstə danışa bilmirdi, yaxşı, yemək yeyəndə ağzından qidanın duru hissəsi tökülürdü. Bu da onda çox böyük depressiyaya səbəb olurdu. Və biz müalicəmizə başladıq. Xəstəmizdə üst sinirinin şaxələri boyunca və meridian nöqtələrində xüsusi iynələrlə həmin o nöqtələri işlədik. Üzdə olan spazmı, gərimələri osteopatik üsullarla, üzdə masaj etməklə, müxtəlif demək tok vasitələrindən istifadə etməklə tədricən xəstəmizin üzündə bu kobud dəyişikliyi 2 ay müddətində sağalda bildik. Xəstəmiz hal-hazırda təşəkkür üçün bizə müraciət edib. Üzündə qətiyyən üst sinir iflic əlamətləri hazırda yoxdur. Özünü çox rahat hiss eləyir və üz bilirsiniz ki, insanın simasıdır, üzlə insan tanınır və bu da onu artıq rahat edir ki, əvvəlki üzün görkəminə qayıdıb və insanlar arasında çıxıb gəzə bilir, yəni bundan artıq sıxılmır, narahat olmur. Biz də çox sevinirik ki, xəstəmizdə tam sağalma əldə etmişik.